Salam uşaqlar, qrupa göndərdiyimiz ümumi sınağın sualların izahına baxaq. Deməli, birinci sualdan başlayaq. Bizə verib ki, x, y maddəsi, bunun kütləsi ümumi 11m'dir. X-in kütləsini verib 56. Yəni, bunun 11m'ində 56 qram x varsa, bunun öz kütləsi nə qədərdir? X plus y. X plus y-ində də x qram x olacaq. İndi x 2y3-ə baxaq. X 2y3 kütləsini verib 26m. Bunun 26m'ində bir dənə fikir verək. X-in kütləsini verib 112. İndi yoldaşlar, bunun öz kütləsinə qədərdir? 2x plus 3y. 2x plus 3y-də də nə qədər? Deməli, 2x qədər x-in kütləsi var. İndi biz nə edəyək buradan? Gəl buradan x-i tapaq. X bərabərdir 56 vurulsun x plus y bölünsün 11m. Buradan x hesablasaq, deməli x bərabərdir 112 vurulsun 2x plus 3y bölünsün 26m vurulsun 2. Yoldaşlar, x-lar, yəni belə deyək, tənliklərin bir tərəfləri bərabərdirsə, bu tərəfləri bir-birinə bərabər götürə bilərik. Yəni 56 vurulsun x plus y bölünsün 11m bərabərdir 112 vurulsun 2x plus 3y bölünsün 26m vurulsun 2. Deməli, 56 ilə 112 ixtisar gedər, burada 2 qalar. Bu 2 ilə bu 2 ixtisar gedər. Yerdə nə qalar? Gəlin onları hesablayaq. Deməli, onda gəl belə eləyək. Bunları bir-birinə vuruq açaq. 26m x üzərinə gəlsin 26my bərabərdir. Deməli, 11-i 2-yə vursaq 22m x üzərinə gəlinsin. 22m x üzərinə gəlinsin. Deməli, 33my. İndi buradan nə edə bilərik? mx-dan mx-i çıxsaq, 26-dan 22-ni çıxsaq, 4mx bərabərdir. 33-dən 26-nı çıxdıqda, deməli 7. Qalacaq 7my-ə. 7my-ə. Buradan ixtisar gedər. Deməli, 4x bərabərdir 7y. Buradan tapırıq. Onda x bərabərdir. Deməli, 7-yə, y də bərabərdir 4-ə. Bizdən nəyi soruşur? M-i soruşur. Bəlkə burada yerinə qoyaq, hesablayaq. X plus y, yəni 11-ində x qədər, yəni 7-dirsə, 11m-də olacaq 56. Buradan m bərabərdir. Deməli, 11 vurulsun 56 bölünsün 11 vurulsun 7. Buradan 11-lər ixtisar gedər. 56-nı da 7-yə bölsək 8 eləyəcək. Yəni, birinci sualda düzgün cavab eləyəcək. B variantı. Davam edirik ikinci sualla. Görək ikinci sualda nə deyir? Bax, verib ki, deməli, x 2 müsbət iyonunda və iyonun orbitallarında olan elektronlar bizə verilib. Bax, verib ki, S elektronu 6-dır, P elektronu 12-dir. Bax, yoldaşlar, gəlin bunun elektronlarını düzəldək. Bax, S-i 6-dırsa 1S 2-si mütləq var. Deməli, onun 2, belə yanaşı yazaq onda. Deməli, bunun 2S 2-si də var. 100% 3s2 də var ki, ümumi S orbitalında yerləşən elektronlar 6, 2, 4, 6. P'si 12-dirsə, buna 2p6, 3p6 yazarım, 12 eləyər. D-sini də verib 9. Deməli, onda bu olacaq 3D9. İndi yoldaşlar, gəlin bir dənə baxaq görək bunun neçə elektronu var. Deməli, 10, 12, 18, 27 elektron var. Yoldaşlar, deməli bu 29 imiş ki, 2 elektron verib olub, deməli 27. 29-u da yoldaşlar istisnaydı da 24 ilə, yadınızdadır dövr sistemdə 24 ilə 29 istisnadır. Deməli 3D10, 4S1 yazacağıq 29-cu element. Çünki bizə x elementinin dövr sistemdə mövqeyini soruşur. Deməli yoldaşlar, 4-cü dövr, üstlər cəmi, deməli, neçə eləyir? 11. 11-dirsə, deməli, birinci qrupa düşür. 4-cü dövr birinci qrupun, əgər D-nin üzərində ədəd varsa, əlavə yarım qrup elementi olur.
Deməli, 4-cü dövr 1-ci qrupun əlavə yarım qrup elementi. Sualın düzgün cavabı 2-də eləyəcək D variantı. Davam edək 3-cü sualdan. Görək 3-cü sualda bizə nə verib? Deməli, verilib ki, kalium XPO4, yoldaşlar PO4 isə bu kalium 3PO4, orta fosfata uyğundur. Yazırıq kalium 3PO4. Bu H-xloro3, xlorat turşusudursa olacaq kalium xlor O3. Bu da karbonat turşusunun duzudursa kalium 2CO3 olacaq. İndi molekulda kovalent rabitələr və ion rabitələrin fərqi. Yoldaşlar, burada biz birinci ümumi rabitəni tapmalıyıq. Ümumi rabitə nədir? Oksigenin valentliyi vurulsun sayı 2 dəfə 4, 8 ümumi rabitədir. İon rabitə, metalın valentliyi vurulsun sayı ion 3-dür, deməli bu olacaq ümumi. Onda ion rabitə olacaq deməli 3. Onda yoldaşlar kovalent rabitə olacaq. Ümumidən ion çıxarıq 5. Eləyəcək 5. Bizdən də deyir ki, kovalentlə ionun fərqi, yəni 5 minus 3 o da eləyəcək 2. Cavabım ya B variantıdır ya C variantıdır. İndi buna baxaq. Burada ümumi rabitələr nəyə bərabərdir? Ümumi oksigenin valentli vurulsun sayı 2 vurulsun 3 elədiyinə 6. Kaliumda onsuz da 1 valentli. Deməli, ion rabitə 1-ə bərabərdir. 6-dan 1-i çıxaram, eləyər 5. 5 də kovalent. Yenə kovalentdən ionun fərqini soruşursa eləyəcək 4. 2, 4. O birisində isə yenə ümumi rabitələrin sayı, yenə oksigenin valentli vurulsun sayı elədi 6. İon rabitədə, deməli, 1-i vurursan 2-yə elədi 2, 6-dan da 2-yə çıxırsan eləyəcək 4. Deməli, 4-dən də çıxırsan, deməli, yəni kovalentdən çıxırsan ionu elədi 2. Sualın düzgün cavabı 3-cü sualda eləyəcək C variantı. Davam edək 4-cü sualdan görək ekran kaydı gedir. Bəli. Və 4-cü suala baxırıq. Hansı sxem doğru deyil? Yoldaşlar, baxaq, dəmir sərbəst halda 0 oksidaşma dərəcəsi 3 elektron verir, müsbət 3, doğrudur. 2 elektron alırsa yoldaşlar, bu artıq mənfi 2 olmalıydı. Ona görə 2 yanlışdır. Biz necə deyirik? Yadınızdadır. Və tutaq ki, fikir verək. Dəmir sərbəst halda 0. Və bura yazım 0. Bu istiqamətdə gedirsə elektronu verir, bu istiqamətdə gedirsə elektronu alır. İndi baxaq, 2 elektron alır. Deməli, mənfi 1, mənfi 2. Bu müsbət mənfi 2 oksidləşmə dərəcəsi olmalıydı. Ona görə 2. Burada B variantı yanlışdır. Davam edək 5-ci sualdan görək 5-ci sualda bizə nə verib? Oksidləşmə reduksiya reaksiyasıdır. Yazırıq reaksiyanı. Dəmir 2 sulfat, üzərinə gəlsin kalium permanganat, kalium manganat 4, üzərinə gəlsin H2SO4. Buradan alınıb dəmir 3 sulfat, dəmir 2SO4 3 dəfə, üzərinə gəlsin mangan sulfat, mangan SO4, üzərinə gəlsin kalium sulfat, üzərinə gəlsin su. Baxaq, dəmir aydındır ki, müsbət 2-dən, dəmir gəlir müsbət 3-ə, bir də dəyişənimiz yoldaşlar manqandır. Bir dən fikir verin, manqan müsbət 7-dən, manqan gəlir müsbət 2-yə. Gəl yazaq, dəmir müsbət 2-dən, dəmir gəlib müsbət 3-ə, ikisini nəzərə alaq yoldaşlar, minus 2 elektron, minus 2 elektron. Deməli, manqanda müsbət 5-dən manqan gəlib müsbət 2-yə plus 3 elektron. Dəmirə 2, buna 1, 3, buna 3, bura 2. Dəmir 3-dür. İndi yoldaşlar bir dənə fikir ver. Mən əgər bura 3 yazsam, bura 1.5 düşür. Deməli, bu 3-ü bura yazaram, bura gəlib düşəcək 6. Manqana 2 yazsam, manqan olacaq onda 2. İndi gəl baxaq, kalium onsuz da düzəldi, dəmir 6 düzəldi. Yoldaşlar, deməli, kaliumun qabağına heç nə yazmayacaq, çünki kalium fikir verək, burada 2-dir. İndi gəl sulfat kükürdlərə baxaq. Deməli, 9, 10, 12 kükürt buradadır. 12 kükürdün 6-sı buradadırsa, 6-sı bura qalır. Hidrogen nə qədər oldu? 12, onda burada 1,6 yazacaq. İndi oksigenlərə baxaq. 8 burada, deməli, 24, 32 oksigen solda. 4 dəfə 3, 12, 3-ə vurdun 36, 36-nın üzərinə nəyisə səhv yazmadıq. Hə, yoldaşlar, burada yaddan çıxıb. 6 dəfə 4, 24. 24-ün üzərinə 8, 32. 32-nin də üzərinə 24. 32-nin üzərinə 24. 56 oksigen var. İndi baxaq. 12, 36, 44, 48, 48 üstə 6. Deməli, 54. Nəyisə səhv yazmadıq. Bir də baxaq. Bax, dəmir, belə deyək. Dəmir 6, dəmir yoldaşlar, hə, biz bilirsiniz nəyi səhv yazdıq. Bax, dəmir burada 6-dır, düzdür, mən bura 3 yazdım, amma bir şeyə fikir verməliyik, bir şeyə fikir verək.
bir şeyə fikir verək. Bir dənə gözləyin. Kalium H2SO4. Yoldaşlar, dəmir 3 dəfə 2 6, düzdür. 6 yazdım yazmağına. Kükürdə də məsələn bir dənə fikir verin. Dəmir burada 6 oldu, düzdür. 3-ü bura yazsam. Amma indi bir şey də var ki, yoldaşlar, dəmir yox, kükürdə baxmalıydıq. Dəmir oldu 6. Dəmirə 6 yazdıq, düzəldi. İndi manqan oldu 2. Manqan ona görə bura bir 2 yazırıq, düzəldi. Eləmi? İndi gəl baxaq, nəyi səhv yazdıq? Kalium. Kalium 2, kalium 2, heç nə. Gəlin sulfata baxaq. Bax, 9 kükürt burada. Biri burada 10, 12 dən kükürt var. 12 kükürdün 6-sı əgər buradadırsa 6 bura düşür. Hidrogen oldu 12, deməli burada bir 6 düşəcək. İndi baxaq, bizdən soruşur oksidləşdiricinin əmsalı. Yoldaşlar, oksidləşdirici elektronu qəbul eləyəndir, yəni manqan. İndi bir dənə fikir verək. Manqanın, kalium permanganatın əmsalı nədir? 2. Sualın düzgün cavab olacaq Y variantı. Davam edək 6-cı sualla. Deməli, 6-cı suala baxaq. Bu tip suallar da çox düşür. Verib etilin C2H4. Kütləsi bu qədər, yanma reaksiyasının istiliyi, effekt yanmasının ayrılan istiliyi. Yoldaşlar, kütləsi 14, yanma reaksiyasının istiliyi effekt. Deməli, biz reaksiyanı yazaq. Alınır, deməli, karbon qazı üzərinə gəlinsin su. Karbon 2-dir, bura 1, 2 yazdıq, hidrogen 2 oldu, bura 1, hidrogen 4 oldu, bura 1, 2 yazdıq, oksigen 6, bura 1, 3 düşür. Yoldaşlar, yanma reaksiyasının istiliyi effekti 1412, deməli, buraya yazacağıq 1412 kilojoule. İndi, asetilen verib C2H2, asetileni yandıraq, reaksiyanın istiliyi effektinin özü verib. Karbon qazı üzərinə gəlinsin su, bura 1, 2-dir, hidrogen 2 olduğuna görə hər tərəfi 2 dəfə artıraq, 2, 4, 2, burada düşür 5. Eləmi? Bəli, 5. Plus 2600 kilojoule. İndi yoldaşlar, kütləsi və yanmasından ayrılan istilik. Kütləsi və yanmasından ayrılan istilik. Bunu verib 14. Yazıram. 14-ə x kilojoule-dursa, bunun özünə qədərdir 28. 28-ə də görürük ki, 1412 olmur. Buradan 2-yə bölüb x bərabərdir 706 eləyəcək. Birincidə cavab olacaq 706. Ya cavabım C-dir, ya cavabım D-dir. İndi gəl ikinciyə baxaq. Bunun 2 vurulsun 26-sına 2600-dürsə, bunu verib 13 qram. 13, yəni 4-ə bölüb. 2600-ü 4-ə bölsək, 2600-ü 4-ə bölsək, alt dəfə 4, 24, 20, 650 eləyəcək. O da sualın düzgün cavabı eləyəcək. D variantı. Davam edək 7-ci sualının. Baxaq, bizə verilib temperaturlar, reaksiyanın sürəti. Yoldaşlar, biz burada qammanı tapmalıyıq. Görək, qamma 2-dirmi, 3-dürmü? Onu da, məsələn, birincinin, üçüncüyə əsasən hesablaya bilərik. Birinci halda tutaq ki, temperatur olsun 40 dərəcə Selsi, ikinci halda isə temperatur olsun 80 dərəcə Selsi. 80 dərəcə Selsi. Birinci hala uyğun sürət VT1 bərabərdir 2, VT2 də bərabərdir 32. Düsturumuz VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 minus T1 bölünsün 10 elə. İndi VT2-nin yerinə 32 bölünsün 2 bərabərdir qamma üstü T2 minus T1. T2 80, T1 40 bölünsün 10. Bu eləyəcək 16. 16 da 2 üstü 4 deməkdir. 2 üstü 4 bərabərdir qamma üstü 80-dən 40-a çıxanda 40, 40-ı da 10-a böləndə 4. Əgər üstlər bərabərdirsə əsaslar, deməli qamma 2 imiş. İndi yoldaşlar, qammanı 2 tapdıq. Gəl, indi məsələn, biz bunu tapmaq ki, bu ikisindən əsasən tapaq. Yenə T1-im olsun 40 dərəcə Selsi, T2-im olsun 60 dərəcə Selsi, T1-ə uyğun sürət VT1 bərabər olsun 2-yə, VT2 bərabər özü verib x, qammanı da tapmışam 2. İndi yoldaşlar, VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 minus T1 bölünsün 10 düsturuna görə hesablayaq. VT2 neçədir? 60. Bölünsün. VT1-im, yox, VT2-im x-dir. VT2-im x-dir. X bölünsün VT1-im 2 bərabərdir qamma 2 T2 minus T1. 60 minus 40, 60 minus 40 bölünsün 10, o da bərabərdir 2 üstü. 60-dan 40-ı çıxanda 22, 2 üstü 2, o da bərabərdir 4, x da bərabər 4 dəfə 2, 16. Sualın düzgün cavabı 7 eləyəcək. Deməli, D variantı. Nəysə səhv yazmadıq. Bir dənə baxaq.
deməli x bölünsün, deməli VT2 bölünsün VT1, x bölünsün 2 bərabərdir 2 üstü 60 minus 40. Deməli 60 minus 40, bəli. 60-dan 40-ı çıxanda 20, 2 üstü 2 4. Uşaqlar 4 dəfə 2 neçə eləyir? 8 eləyəcək. 4 dəfə 2 8. Sualın düzgün cavabı B variantı. Belə. Ümid edirəm aydın oldu. Davam edək 8-ci sualla. Tarazlığa aid bir sualdır. Çox təəssüflər olsun ki, məsələlər biraz çoxdur. Qrafik əsasən x2 maddəsinin tarazlığını hesablayın. Gəlin baxaq yoldaşlar. Deməli, x2y maddəsi parçalanır. 2x2 üzərinə gəlsin y2. Bura bir 2 yazdıq. İndi başlanğıc, sərf və tarazlıq. Yoldaşlar, bir dənə baxaq. x2y-in başlanğıcı 6-dır, sərf olunan 4-dür. Başlanğıcı 6, sərf olunan 4 isə deməli, bu elə ikisi sərf olunub. Aydındır ki, bunların başlanğıcı olmayacaq. Bax, bunun ikisinə 2 alınır, 1 alınır. Deməli, ikisinə 2 alınacaq, 1 alınacaq. Onda burada 2, burada 1. İndi bizdən nəyə soruşur yoldaşlar? Reaksiyanın tarazlıq sabitini sadəcə bizdən soruşur. Həqiqətən bir dənə fikir verir, y 1 mol, yəni mol bölünsün litr alınıb, həqiqətən o qədər olub. Onda K tarazlıq bərabərdir. x2-nin tarazlıq belə deyək, tarazlıq qatlığının kvadratı vurulsun y2-nin tarazlıq qatlığının kvadratı bölünsün x2 kvadratı yox özü. Bölünsün bunun tarazlıq qatlığının kvadratı. x2-ninki nədir? 2. 2-nin üstü 2 vurulsun 1 bölünsün 4-ün kvadratı. Burada 1, burada 4-də 1 elədi. O da eləyəcək 0,25. Sualın düzgün cavabı eləyəcək 8-də Y variantı. Bu 9-cu sualda çox düşən bir sualdır yoldaşlar. Yəni dəhşət imtahanlarda çox rast gəlinir. Bax, bir dənə fikir verin. Suda həll olan maddələrdən söhbət gedir. Məhlulda NO3, yəni anionların qatlığını verib, məhlulun həcmini verib, kationların qatlığını soruşur. Yoldaşlar, bax, bir dənə fikir verin. C bərabərdir, nü bölünsün, V düsturumuz var elə. Biz buradan nüyü hesab, bax, bir dənə fikir verin. Qatlıqlar oxşar, məhlulun həcmləri oxşar, yəni qatlığı sabit, məhlulun həcmini oxşar göstərsək, biz məsələni mollarla işləyə bilərik. Necə molla işləyə bilərik? Hər birinin dissosiasiyasını yazaq. Kalsium NO3 2 dəfə dissosiasiya eləyir nəyə? Kalsium 2 müsbət üzərinə gəlsin 2 NO3 mənfi. Elə, indi sonra alüminiuma baxaq. Alüminium NO3 3 dəfə dissosiasiya elədi. Alüminium 3 müsbət üzərinə gəlsin 3 NO3 mənfi. Bir də natrium nitrat. Natrium NO3-ün dissosiasiyasını yazırıq. Alınır natrium müsbət üzərinə gəlsin NO3 mənfi. İndi uşaqlar, bax bir dənə baxaq. Bizdən kationların qatılığını müqayisə edir və anionu bizə verir. Bax, anionum, yəni NO3-üm A olanda, şərtə görə, NO3-üm A olanda kationu verib X. Yazırsan X, biz dedik molla işləyə bilərik. Bunun birinə də 2-dir. Onda buradan biz X hesablasaq, X bərabərdir A bölünsün 2-yə. İndi burada anionu A verib, kationu Y verib, kationa Y, bunun birinə də 3-dür. Onda buradan Y bərabərdir A bölünsün 3-ə. Burada anionum A'dır, kationu verib Z, kationu verib Z, bunun birinə də 1-dir. Onda buradan Z də bərabərdir A-ya. İndi yoldaşlar, aydındır ki, bunları müqayisə eləməliyik. Z ən böyük olacaq, sonra sürətləri bərabər olan kəsrlərdən hansı kiçikdirsə, o daha böyük. Deməli, Z böyükdür X-dan, o da böyükdür Y-dən. Sualın düzgün cavabı 9-da eləyəcək B variantı. Davam edək 10-cu sualına. Məhlula aid bir sualdır. Görək nə verib bizə. Su əlavə olunduqdan sonra 10% məhlulu alınırsa, demək yoldaşlar, 40 qram bizim doymuş məhlumuz var və bunun KH-ı 1000. Yazıram, KH bərabərdir 1000-ə. Buradan 3 dənə ifadə çıxırdı. Həll olanın bərabərdir 1000, yox, bəli 1000. Onsuz da həll edicim də 1000-ə bərabərdir. Onda yoldaşlar, məhlulum eləyəcək həll olanla həll edicin cəmi, yəni 2000. İndi baxaq görək, söhbət həll edicidən mi gedir, məhluldan mı gedir? Bir dənə fikir verək, söhbət məhluldan gedir. Yazıram ki, bax, 2000 məhlulda 1000 həll olan varsa, mən görürəm ki, mənim məhlulum nə qədərdir? 40. Yazıram, 40 qram məhlulunda gəl gör nə qədər həll olan. Buradan X bərabərdir, buradan bunlar ixtisar gedər. 20 qram həll olan. Demək yoldaşlar, mənim 40 qram məhlulumda 20 qram həll olan maddə var imiş.
və biz bura müəyyən qədər su əlavə eləmişik. Su ancaq hara əlavə olunur? Məxrəcə. Plus x vurulsun 100. Suyu əlavə elədikdən sonra qatlıq olub 10%. Yəni bu da 10/1 deməkdir. Onda buradan 40 üzərinə gəlsin x bərabərdir 200-ə, x də bərabərdir 160 qram. Deməli, bu məhlula su əlavə olunub. 10-cu sualda düzgün cavab eləyəcək A variantı. Davam edək 11-ci sualla. Yoldaşlar, sadəcə elektrolizi bilmək lazımdır. Katodda hidrogen, anodda halogen alınırsa, bunlar nə ola bilər? Kalsium xlor 2, kalium xlor, natri xlor, nə bilim, kalium yodun özü olsun, ola bilər. Yəni, məsələn, ona görə cavabım C variantı da ola bilər, 11-də D variantı ola bilər. Yəni, mən şifahidə edim, siz hər birini özünüz yazmalısınız da. Metal oksigen alınırsa, məsələn, mis sulfatdan alınırdı, mis nitratdan alınırdı. Yəni, pasiv metalın oksigenli birləşməsi. Elə cavab göz görəsi C variantı. Gəl bir hər birinin suda məhlulun elektrolizinə baxaq. Natri xlor suda məhlulda elektroliz edir. Yoldaşlar, katoda gedir natriumla hidrogen, hidrogen ayrıldı, üzərinə gəlsin. Anoda gedir xlorla OH, aydındır ki, xlor alınacaq. Yerdə məhlulda isə yoldaşlar qalır natrium hidroksid. Həqiqətən bir dənə fikir verək. Katodda hidrogen alındı, anodda halogen, xlor. İndi ikinci halda mis sulfatı verir. Daha doğrusu mis 2 sulfatın suda məhlulunun elektrolizinə baxaq. Yoldaşlar, katoda gedir mislə hidrogen, mis ayrıldı. Anoda gedir SO4 ilə OH, oksigen ayrılacaq. Məhlulda isə qalacaq sulfat turşusu. Yəni, siz artıq bunları elektrolizin qaydalarını bilməlisiniz. İndi yoldaşlar, ən sonda isə deməli qalır kalium 2SO4. Kalium 2SO4-ün suda məhlulun elektrolizinə baxsaq, katoda gedir hidrogenlə kalium, hidrogen alınır. Anoda gedir SO4 ilə OH, oksigen alınır. Məhlulda isə qalır kalium sulfat. Yəni, yalnız suyun elektrolizi baş verir. Ona görə 11-ci sualda cavab eləyəcək C variantı. İndi məsələn, gəlin 12-ci suala baxaq. Hansı halda hər iki reaksiyadan alınan normal duz hidrolizə uğramır? Deməli, yoldaşlar, bizim normal duzumuz hansı duzlar hidrolizə uğramırdı? Ya duz çöküntü olmalıdır, ya duzu əmələ gətirən əsasla turşu da hər ikisi qüvvətli olmalıdır. Ona görə gəlin variantlara baxaq. Elə cavab eləyəcək A variantı. Niyə? Bax, söhbət normal duzdan gedir. Barium hidroksid 2 mol H xlorla verəcək. Barium xlor 2 üzərinə gəlsin 2 molekula H2O. Barium oksidən nitrat turşusuna verəcək. Barium NO3 üzərinə gəlsin 1 mol su. İndi yoldaşlar, bir dənə fikir verək. Duzu əmələ gətirən barium hidroksid qüvvətli əsas. Deməli, qüvvətli əsas, xlorid qüvvətli turşudur, qüvvətli turşu. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duz hidroliz eləmir. Qaydaları yadımıza salaq. İndi barium nitrata baxaq. Barium hidroksid qüvvətli əsas, nitrat turşusu qüvvətli turşu. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzdursa, aydındır ki, bu hidroliz eləməyəcək. Ona görə 12-ci sualda cavab eləyəcək A variantı. İndi gəlin bir dənə 13-cü suala baxaq. Çox təəssüf, o 13-cü sualın yarısı yenə burada düşüb, yarısı burada düşüb. Gəlin baxaq yoldaşlar. Bax, bizə lap burada izah edeyim. Yadınızdadır, deyirdik ki, metalın natrium OH məhlulu və yaxud da turşuların reaksiyasından alınan hidrogenin mol sayı, metalın valentliyi böl 2-yə bərabərdir. Yoldaşlar, əgər birinci qabdan 3 qram hidrogen alınıbsa, 3 qram hidrogen neçə mol hidrogen deməkdir? 1,5 mol hidrogen. Yoldaşlar, indi baxaq, nəyin yarısı 1,5 eləyər? 3-ün. Deməli, birinci qabda X metalı 3 valentli imiş. X metalı 3 valentli imiş. İndi gəlir ikinciyə baxaq. Deyir, 2 qram hidrogen alsın. Yoldaşlar, 2 qram hidrogen 1 mol hidrogen deməkdir. Bir də nəyin yarısıdır? 2-nin. Deməli, Y 2 valentli metal imiş. Yoldaşlar, 4 qram hidrogen 2 mol hidrogen deməkdir. 2 də nəyin yarısı? 4-dür. Ya 4 valentli metal olacaq, ya da 4 valentli qeyri-metallardan bir dənə silisiumdur. Z də məsələn ola bilər 4 valentli. 3, 2, 4. İndi gəlin variantlara baxaq. Deməli, X-in valentliyi 3-dür, bunun valentliyi 2-dir, bunun valentliyi də 4-dür. Yoldaşlar, kalium 1 valentli də olmaz, gümüş pasiv metaldır, ümumiyyətlə hidrogen verməz. Alüminium 3 valentli 1-ə gəlirsə, sink 2 valentli 2-yə gəlirdi. Silisium da 4 valentlidir, natrium hidroksid məhlulundan 1 molundan 2 mol hidrogen ayrılır. Burada gələcək Y. C, D, Y. C, D, Y. Sualın düzgün cavabı deməli 13-də eləyəcək Y variantı. Gəlir 14-cü sualına. Bu da məşhur qəbul tipli bir sualdır. Bizə verib halogenlər kütlələri AAA, halogenlə reaksiya sərf olunan natrium kütləsi M1. Yoldaşlar, tutaq ki, flor, xlor, brom götürək də.
Məsələn, tutaq ki, natrium üzərinə gəlsin flor 2, bu reaksiyadan alınacaq natrium flor, hökmən əmsal. Bura 1, 2, bura 1, 2. Mən bunun ən çətin yolunu izah edirəm ki, fərqli bir sual görəndə də çaşmayasınız. İkinci olsun, məsələn, natrium üzərinə gəlsin xlor 2, eləyəcək burada natrium xlor, bura 1, 2, bura 1, 2 düşəcək. Üçüncü də olsun yod, natrium üzərinə gəlsin yod 2, yod yox, məsələn, brom olsun, gəl sırayla gedək. Brom 2 olsun natrium brom, natrium brom. Bura 1, 2 düşür, bura 1, 2 düşür. İndi yoldaşlar, baxaq. Sərf olunan natriumun kütləsi bilmirik. Gəl sadəcə reaksiyanı özünə görə. Bunun kütləsini, deməli, halogen kütləsi hər biri üçün A-ya bərabərdir. Sərf olan natriuma hər birinə M deyək. Bunun özünə qədərdir? 2 vurulsun 23. Yəni 46. 46 natriuma, məsələn, flor tutaq ki, nə qədər? 19 deyək də kütləsi. Tutaq ki, 19-dur. Bunun, məsələn, xlor 71-dir. 71-nə 46-dırsa, A-sına yenə bir M deyək. A-sına M-dirsə, məsələn, 46-sına da 160 olacaq. Və yox, deyək, siz rəqəmləri bilməsəniz belə, bilə bilərsiniz ki, flor, xlor, brom, yod, bu istiqamətdə molekul kütləsi artır. İndi yoldaşlar, buradan M-i tapsam, M bərabərdir, deməli, 46-a bölək 19, 46-a bölünsün 19. Buradan ikincidən M bərabərdir 46-a bölünsün 71. Üçüncüdən isə M bərabərdir 46-a bölünsün 160. İndi yoldaşlar, biz bunları müqayisə edəndə bir dənə fikir verir, M2 hamısından böyük olsun. İndi bu üçündən ən böyük hansıdır? Məxrəci kiçik olan. Deməli, bu M2 imiş, onda bu olacaq M2. İndi yoldaşlar, daha sonra aydın ki, bu istiqamətlər gedir də. Deməli, bu M3 imiş. Onda bu olur M3, bu da olur M1. Bu da olacaq. Deməli, bu M2, M3, M1. İndi yoldaşlar, M1-ə uyğun X-dir. M1-ə uyğun halogen X-dir. M1-ə uyğun halogen X-dir. M2-yə uyğun Y-dir. M2-yə uyğun Y-dir. M3-ə uyğun da Z-dir. Sonra bizdən soruşur halogenlərin reduksiya edicilik qabiliyyəti. Yuxarıdan aşağı doğru getdikcə flor, xlor, brom, yod istiqamətdə reduksiya ediciliyi artır. Deməli, flor nə ilə işarə olunub? Y-lə, xlor nə ilə işarə olunub? Z-lə, Y, Z, X olacaq. Y2, Z2, X2. Hansı variant olur? Cavab, bəli, C variantı olacaq. İndi gəlin keçək 15-ci sualla. Baxaq, duru sulfata, deməli, X nədirsə, duru sulfatla reaksiya daxil olur, Y alınır. Mis pasiv metal duru ilə reaksiya daxil olmaz, pasiv metal duru ilə reaksiya daxil olmaz. Orta aktiv metallar əgər duru ilə reaksiya daxil olsa, heç vaxt SO2 verməz, ona görə B-də gedir. Heç vaxt H2S verməz, gedir, cavab bir dənə qalır, Y variantı. Yəni, dəmir üzərinə gəlsin H2SO4 duru, duru sulfatlanırsa 2 variantı düz alınacaq. Dəmir SO4 üzərinə gəlsin hidrogen qazı. Ona görə 15-ci sualda cavab eləyəcək Y variantı. Davam eləyək 17-ci suala görə. 17-ci sualda bizə nə verib? 16-nı izah elədik biz. 16 qalıb burada. Deyirəm, axı 16 qaldı. Uşaqlar, bax, bu reaksiyalar. Bu reaksiyaları hər dəfə deyirəm, təkrar edin, yaxşımı? Bax, uşaqlar, ola bilər kalium H2PO4, ola bilər kalium 2HPO4 və yaxud da natrium da ola bilər. Ola bilər kalium 3PO4. Hansı reaksiyalar gedir, hansılar getmir? Bax, bunun üzərinə H3PO4 gəlsən, bu reaksiya getməyəcək. Nə alınsın burada? Amma bunun üzərinə sən qələvi gəlsən, bu reaksiyadan kalium 3PO4 yox. Alınacaq buradan kalium 2HPO4. Buradan indi su da alınacaq, onu yazmıram. Mən əsas məhsullar lazımdır. Sonra, əgər sən buna H3PO4 əlavə eləsən, bu reaksiya alınacaq kalium H2PO4. Əgər sən buna kalium OH əlavə eləsən, bu reaksiya alınacaq kalium 3PO4. Yəni, ikincidə hər biri gedəcək. Sən bura H3PO4 əlavə eləsən, burada alınacaq kalium H2PO4. Əgər sən bura kalium hidroksid əlavə eləsən, bu reaksiya getməyəcək. Ona görə mütləq bu reaksiyaları əzbərləyin. Kalium 3PO4-ün üzərinə H3PO4 dedik ki, birinci reaksiya gedəcək. Kalium 3PO4-ün H3PO4, yoldaşlar, kalium 1 vahid əzalı üzrəm, kalium 2HPO4. Yəni, reaksiya gedə bilər. Birinci reaksiya gedir. İkinci reaksiya, kalium 2HPO4-ün üzərinə H3PO4. Bir dənə fikir ver, kalium 2HPO4-ün üzərinə H3PO4 yenə reaksiya gedir. 2 də gedir, amma kalium H2PO4-ün üzərinə H3PO4 bu reaksiya gedə bilməz. Bir dənə, həm də bir dənə özünüz də məntiqlə baxın. Bax,
Bir dənə kaliumdan 2 dənə kalium necə alınsın? Axı bu orta fosfat əlavə olunur. Deməli 3 gedə bilməz. 16-da eləyəcək cavab D variantı. Davam edirik 17-ci sualına görə burada bizə nə verib? Azalmaya aid bir sual oxşuyur. Bəli, CO ilə oksigen reaksiyası. CO üzərinə gəlsin oksigen əmələ gəlir CO2. Bura bir 2 yazırıq, bura bir 2 yazırıq. İndi yoldaşlar, qrafik əsasən CO2-nin həcmini bizdən, alınan CO2-nin həcmini. Uşaqlar, bax bir dənə baxın, reaksiya 3 moldan düşüb 2 mola. Azalma nə qədərdir? Yazıram 1 mol azalma və yaxud da onsuz da qazlar üçün litr mol fərqi yoxdur. 1 litr azalma. Uşaqlar, 1 litr azalma zaman bizdən karbon qazı. Bax, reaksiyanın özünə görə neçə litr karbon qazı alınıb? 2 litr karbon qazı əmələ gəlir. İndi baxaq, mənim azalmam 90-dan gəlib düşüb 70-ə. Azalmam nə qədərdir? 20 litr. Yazıram 20 litr azalma baş verən zaman X, buradan X tapıram, 40 litr karbon qazı əmələ gələr. Sualın düzgün cavabı 17-də eləyəcək A variantı. Davam edək 18-ci sualla. Maqnezium lövhə və mis-2 sulfat. Yazırıq, maqnezium üzərinə gəlsin, mis-2 sulfat. Aydındır ki, alınacaq maqnezium SO4, üzərinə gəlsin mis. Yoldaşlar, hələ ki şərt yoxdur. Deməli, 24 qram budur, 64 qram budur. Deməli, lövhədə 40 qram lövhədə artım baş verib. Deməli, onda məhlulda 40 qram azalma baş verəcək. İndi gəlin baxaq. Maqnezium lövhə üzərinə mis çökür. Bəli, yoldaşlar, çünki bu məhlulda mis iyonları, SO4 iyonları var. Maqnezium iyonu keçir məhlula maqnezium sulfat əmələ gətirir. Mis iyonları da lövhə üzərinə çökür. Bunu dərs zamanında danışmışıq. Deməli, bir doğrudur. Dəyişmə reaksiyası da yanlışdır uşaqlar. Əvəz etmə reaksiyası. Ona görə 2 yanlışdır. 2 yanlışdır. Deməli, 1 olan götürəcəyik. 6,4 qram mis əvəz olunanda lövhənin kütləsi 4 qram artır. Bax uşaqlar, lövhənin kütləsi, bir dənə fikir verək, 24-dən 64-ə gedir. Yəni 40 qram artan zaman, nə qədər mis əvəz olunur? 64 qram. İndi gəl görək, həqiqətən 6,4 qram mis olsa, bizə nə qədər artım olar? X bərabər 4 qram. Həqiqətən fikir ver, 4 qram artım, deməli 3 də doğrudur. 1 ilə 3, 18-də eləyəcək düzgün cavab Y variantı. Davam edirik 19-cu sualla. Görək 19-cu sualda nə verib? 1 mol CnH2 topla 2 alkan. Yazıram alkan, CnH2 topla 2. Bunun xlorla reaksiyası, xlor 2. Bu keçən 4-cü qrupun qəbul sualıdır. Biz buradan bilirik ki, alınır halogenli birləşmə plus H xlor. İndi yoldaşlar, mən sizə nə demişdim? Neçə mol xlor reaksiya daxil olursa, o qədər H xlor ayrılır. Amma bizə ayrılan H xloru moluna verilməyib, kütlə ilə verib 219 qram. Yazıram 1 mol H xlorun kütləsi. H xlorun kütləsi əgər 36,5-dirsə, görüm, deməli 219 qram H xlorun kütləsi neçə mol eləyər? X mol. Buradan X bərabərdir 6 dəfə 5 36, 39, 3 ya da bəli 6. X elədi 6. Deməli yoldaşlar, bu reaksiyadan 6 mol H xlor ayrılıb. İndi fikir verək. Deməli deməli 6 mol H xlor ayrılıb. Və yoldaşlar, fikir verək. Bu hidrogen nə qədər imişsə, onun 6 dənəsi əvəz olunub H xlorun tərkibinə keçib. İndi bizə verib ki, hidrogen atomlarının 60% əvəz olunur. Yəni, deməli bu əvəz olunan 6 ümumi hidrogen atomlarının 60%-ni təşkil edir. Bizim ümumi hidrogen atomlarımızda nə qədərdir? 2n topla 1. Onda 2n topla 1 də eləyəcək 100%. Burada qalır 1, burada qalır 10, burada qalır 1, burada qalır 10. 2n topla 1 bərabərdir, nə isə yazdıq? 2n topla 2 hidrogendir. 2n topla 2 bərabərdir 10-a, 2n bərabərdir 8-ə, n də bərabər 4. Deməli, bu C4H10 imiş, butan. Bizdən də n soruşur, cavab 4, 19-da cavab eləyəcək A variantı. Hansı birləşməyə natrium metalini təsir etdikdə disikloalkanalına disikloparafin? Yoldaşlar, cavab, hələ variantlara baxmıram, birinci qaydanı deyək. Dihalogenli, yəni 2 dənə halogen atomu olan alkanlara natrium və yaxud da sink metalının təsir etdiyi disikloalkanalları o şərtlə ki, halogen atomları arasında 3 və daha artıq karbon olsun. O da bir dənə B variantına fikir verin. Bax, bir dənə B variantında özünü göstərib. Bax, CH2, bromu yanında yazıb mən aşağı salıram. 3CH2, 3CH, bromu yanında yazıb mən aşağı salıram. 3CH3. Yoldaşlar, bir dənə halogen atomlarına baxın. Bu bromla bu brom arasında 3 dənə karbon var. Deməli, 3 karbon olan bir disikl çəkdik. Bir dənə də CH3 yazırsan, bir dənə də CH3. Metil disiklopropan əmələ gəlir B variantı. Qaydaları yadınızı saxlayın. Gələk 21-ci sualla.
benzolun homoloqu. Benzolun ümumi formulu CnH2n-6-dır. İndi baxaq, karbon atomlarını verib N-1 bizdən hidrogen soruşur. Yoldaşlar, karbon nə qədərdir? N. Deməli, N-in yerinə, harada N var, yerinə N+1 yazarıq. 2 vurulsun N+1 -6. O da bərabərdir. 2N plus 2 -6 eləcək 2N-4. 2N-4 bu minusdur. Ha, mən səhv yazdım. 2N-4 cavab eləcək 21-də Y variantı. Davam edək 22-ci sualla. Yorulduq. Baxaq, bu neçə spirt yoldaşlar? OH-ın birləşik karbonun hər hansı karbonun birləşik 2 qolu var. İkili spirt. Etil spirti birli spirt. Yoldaşlar, OH-ın birləşik karbonun hər hansı karbonun birləşik 3 qolu var. Üçlü spirt. Birli spirt. Bu ikili spirt. Ən axırıncı OH-ın birləşik karbonun bu da olacaq birli spirt. Birli spirt. 3 dənə birli spirt. 2 dənə ikili spirt. Bir dənə də üçlü spirt eləyəcək. 22-də cavab B variantı. Davam edək 23-cü sualına görə bizə nə verir? Maddə doymuş bir atomlu spirt, doymuş bir əsaslı karbon turşusu. Yoldaşlar, və hər ikisi molyar kütləsinə AA verib. Bu deməkdir ki, hər ikisi molyar kütləsi bir-birinə bərabərdir. Eləmi? Məsələn, karbon turşularının ilk nümayəndəsi hansıdır? HCOOH. Bir dənə bunun molekul kütləsini, yəni molyar kütləsini hesablayaq. 14, 14-ün üzərinə deməli 12, 13, 14, 14-ün üzərinə 32 elədi 46. Yoldaşlar, bu əgər 46-dırsa, bir dənə özünüz deyin, artıq biz məsələlər işlədicə bilirik. Bax, əgər məsələn, karbon turşusunun kütləsini 46 götürdümsə, deməli bunu da 46 götürməliyəm. Bir atomlu spirtlərdən 46 olan etil spirtidir, yəni C2H5OH. Əgər yox, şifahi bilmirsənsə, bir atomlu spirtin formulunu yaz. CnH2n topla 1 bərabərdir, topla 1 OH bərabərdir 46 yaz. Burada 14n topla 18 bərabərdir 46-ya. 14n bərabərdir 28-ə, n də bərabərdir 2. Sən gətir bura 2 yazsın, yenə C2H5OH taparsın. Deməli, bir atomlu spirtin tutaq ki, olsun C2H5OH. Bir əsası karbon turşusunda olsun HCOOH. İndi baxaq, molekulda olan hidrogen atomlarının sayı deməli neçədir? Yox, spirtdə neçədir? Hidrogen. 5-i burada, 1-i burada. 6. Burada da 2-dir, burada da 2. X-i tapmalıyıq. Yəni 6-dan 2-yə gəl, N-4 yazaram. N-4. 6-dan aydındır ki, mən neyniyərəm? 4-ü çıxaram ki, orada 2 qalsın. Ona görə 23-də cavab eləyəcək ya variantı. Davam eləyə görə 24-cü sualda bizə nə verib? Deməli, 30 qram sirkə turşusu artıq miqdarda götürmüş etil spirtini yazıram. Sirkə turşusu CH3COOH üzərinə gəlsin artıq miqdarda götürmüş etil spirti. Etil spirti nədir? C2H5OH. Burada əmələ gələcək CH3COOC2H5 effirləşmə reaksiyası. Spirtdən H, turşudan OH. Artıq özünüz yazarsınız. İndi uşaqlar, bir dənə baxaq. Şərtə görə verilən hər bir şey biz yazırıq reaksiyanın üstündə. Bax, deyir ki, 30 qram sirkə turşusu artıq miqdarda götürmüş etil spirtinin qarşılıqlı təsirindən bu qədər sirkə turşusunun etil efiri alınmışdır. Bu reaksiyanın nəzəri çıxımının neçə faizini təşkil? Yoldaşlar, yəni bizə faizi soruşur. Bax, əslində rahat bir sual. Bir dənə baxın, bunun 60-ı ilə nə qədər alınır? 88, elə. İndi gəl baxaq, sirkə turşusu bizə nə qədərdir? 30 qram. 30 qram sirkə turşusuna nə qədər alınmalı idi? Reaksiyanın özünə görə 44 qram alınmalı idi. Və reaksiyanın özünə görə tapdığım hər bir şey neçə faizdir uşaqlar? 100%. Amma neçə qram alınıb? 35,2 qram alınıb. Buna da yazıram 1x%. Buradan da x-i hesablayırsınız. Nə qədər eləyəcək? 35,52 deməli 35, 2 0 gəlsək, bunu 44-də bölsək 8 dəfə düşərmi? 32, 3 ya da 35, bəli, 80. Sualın düzgün cavabı 24-də eləyəcək ya variantı. Baxaq 25-ci sual. Glukozanın qızqırması. Yoldaşlar, glukozanın qızqırması C6H12O6. Bizdən ancaq üzüm maddələr soruşursa, birbaşa üzüm maddələri yazıram. Məsələn, 2 molekula C2H5OH. Lap gəlsin xəttimizə dəyməyək, digərlərində yazaq. Buradan 2 molekula süd turşusu alınır. O birisindən isə deməli nə alınacaq?
Yağ turşusu, yəni CH3, CH2, CH2, COOH, üzərinə gəlsin 2 molekul hidrogen, üzərinə gəlsin su. Yox, karbon qazı. Yağ turşusu, bir də karbon qazı. İndi baxaq uşaqlar. 2 molekul yəqin karbon qazı olacaq. Nəysə səhv yazmayaq. Hidrogenim 6 olmalıdır. 1, 2, 4 də burada 6. Bəli, 2 molekul karbon qazı. İndi qıcqırmasının alınan maddə molekulunda atomların, üzvü maddə molekulunda atomların sayı. Yoldaşlar, bir dən baxaq. 2, 5, 7, 8, 9. 9-dursa etil spirtidir. Deməli, Y spirtdir. 1, 2, 3, 6, 7, 8, 9, 10. Nəysə səhv yazdıq. Uşaqlar, nə yazmışam mən burada? Süd turşusunun formulunu səhv yazmışam. Diqqətli olaq. CH3, CHOH, COH. Mən niyə keton yazmışam orada? Süd turşusu budur. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12. Deməli, birinci də süd turşusuna qıcqırıb. Ona görə sualın düzgün cavab B variantı. Burada da hesablasaz 14 dənə eləyəcək. Son 5 dənə sual. Nitratların parçalanmasıdır uşaqlar. Əgər metal alınırsa, deməli bu pasiv metaldır. Pasiv metal mis istisnadır. Deməli, pasiv metalsa natrium olmaz, natrium olmaz, mis də istisnadır. Duz əmələ gəlirsə, deməli bu aktiv metaldır. Aktiv metal da litium istisnadır. Ona görə mis olmaz. 26-da cavab bir dənə qalır A variantı. Misdə də metal oksid alınır uşaqlar. Mis 2 oksid. Üzərinə gəlsin NO2, üzərinə gəlsin NO2. Orta aktiv metal kimi parçalanır. Baxmayaraq ki, pasiv metaldır. Hansı halda reaksiya məhsulları doğru göstərilməmişdir? Natrium karbonatına şuxlorla reaksiyası. Natrium xlor karbon qazı su doğrudur. Xlor turşu karbonatı sıxışdırıb çıxardır. Natrium hidrokarbonat plus natrium hidroksid, natrium karbonat su doğrudur. Bəli, yoldaşlar C variantı. Natrium hidrokarbonatın parçalanmasından burada alınacaq natrium karbonat, natrium 2, CO3. Karbon qazı su, yəni natrium oksid alınmaz. Cavab C variantı. Baxaq 28-ci sual. Yoldaşlar, amin turşularda NH2 qrupun sayı, yəni amin qrupun sayı hidroksid qrupuna bərabərsə, deməli neytral mühit, neytral. NH2 çoxsa əsasi mühit, karboksid qrupun sayı çoxsa turş mühit. Bu. İndi lakmusun rəngi, neytral mühitdə lakmus öz rəngini dəyişməsi. Ya cavabımız C, ya E. Turşunun təsirindən qızarar, əsasın təsirindən göyərər. Deməli, ikincidə göyərmə, üçüncüdə isə qırmızı. Cavab 28-də eləyəcək C variantı. 29-cu suala baxaq. Deməli, polimerlər, polimerləşmə dərəcəsi, makromolekulda karbon atomların sp2 orbitallarının sayı. Vay, yorulduq. Gəlin baxaq uşaqlar. Yaxşı. Gəl bax, neyniyək? Bax, gəl lafsan lifinin birinci formulunu yazaq. Deməli, lafsan nə idi? Etilen glikolla tereftal turşusu. Elə etilen glikolla tereftal turşusu. Etilen glikol hissə budur. CH2, CH2O. Tereftal turşusu da budur. C6H4, CO. Bu olsun lafsan lifi. Elə mi? İndi lafsan lifi. Sonra gələk kaprona baxaq. Kapron 6 enant 7. Bu cümlə yadınızdadır. Kapron 6 enant 7. Yəni NH kapron 6-dırsa, deməli CH2 kapron 6 enant 7. Elədik 6. Polibutaden, yəni butaden bir üçüstü. Polibutaden də yoldaşlar budur. CH2, CH2 qatır abdə, CH2. Bu da olsun N. İndi baxaq. Polimerləşmə dərəcəsi yoldaşlar, bir dənə fikir verir. Polimerləşmə dərəcəsinə uyğun sp2 hibrid orbitallarının sayını soruşur. Yoldaşlar, sp2 vəziyyətdə olan karbon biri budur, biri budur. 6 dənə də burada uşaqlar. 6 dənə sp2, yəni benzon nüvəsində bütün karbon atomları 6 daxil. Polimerləşmə dərəcəsi N olanda, burada nə qədər sp2 hibrid orbital var? 1, 2, 8 dənə. 8 dəfə də 3, 24. N-ə 24 düşürsə, yazıram 2 aya da x. Özü verib. Üzr istəyirəm, aya da x. Buradan x-i tapsaq, x bərabərdir.
Gəl eni də lap 1 götürək. Lap gəl eni də 1 götürək. Onda eni də 1 götürsək, x bərabərdir 24a. İndi bunun aydın ki, bir dənə SP2 budur. Bunların hamısı SP3'dür. Bir dənəsində 3 SP2 bir orbital varsa, 2 aya da y. 2 aya da y. Buradan y bərabərdir 6 aya. İndi bunun bir dənəsində SP2 bir budur, bir budur. SP2, SP2. 6 dənə SP2 bir orbital varsa, 2A-sında Z-dir. 2A-sında Z-dir. Buradan Z-i tapsaq, Z bərabərdir 12 aya. Yoldaşlar, burada hamısını x-a gətirmək daha yaxşı olar da. X bərabərdir. Y-i x-a gətirmək üçün 4-ə vuraram. 4y, o da bərabərdir 2z. 12-yi 24-ə gətirmək üçün 2-yə vuraram. O da cavab 29-da D variantı. Davam eləyək 30-cu sualla. Hansı enant? Kapron 6, enant 7. Bir dənə fikir verir. Deməli, enantda 7 dənə karbon var. Əgər biri buradadırsa, bura düşəcək 6. Kapron 6, enant 7 bu cümlənin əzbəriymiş olar. Kapron 6, enant 7. Nə deməkdir? Bax, kapron 6. Deməli, NH, kapron 6. Yəni, 5 dənəsi buradadır, 6-cı karbon da buradadır. Bu olacaq kapron. Enant 7 nə deməkdir uşaqlar? NH, CH2. Bax, enant 7, yəni 6-sı buradadır, 7-ci də karboksil qrupuna düşür. Bunlar SP3-dür hamısı, bunlar SP3-dür, amma bu SP2, bu SP2 vəziyyətdir. Belə.